Bu üzə yaxşı baxın. Oktagonda onu səssiz qatil adlandırırlar. Onun yumruqlarında saf dağıntı fizikası, gözlərində isə Kamerunun cəngəlliklərinin soyuluğu var. Ateba Gautier həyatını mükəmməl bir hesablamaya çevirən adam. Lakin o UFC-də sümükləri qırmağa başlamazdan əvvəl həyat onun özünü sındırmağa çalışdı. 10 yaşında 3 vint açan zərbəsi, çıxışı olmayan yoxsulluq və bütün dünyanı onun üçün əvəz edən qadına verilən bir söz. Yaşlıları macəra axtararkən Ateba cavablar axtarırdı. O hazırda UFC rosterində zərbə gücünü nəinki intuisiyası ilə, həm də formullarla hesablaya bilən yeganə döyüşçüdür, çünki o fizika diplomuna sahibdir. Lakin heç bir elm onun Manchesterdəki məşqlərində nümayiş etdirdiyi o qəzəbi izah edə bilməz. O anasının səhər saat 5-də işə necə getdiyini və nənəsinin ona heyvan yox, insan olmağı necə öyrətdiyini heç vaxt unutmurdu. Dünyanın en tehlikeli canavarı olsan belə, içində zərif qalmalısan. Məhz buna görə də onun idman çantasında əlcəklərin yanında həmişə oyuncaq bir ay olur. Bu, polad əzəllərin arxasında sevgi dolu bir ürəyinin döyündüyünün simvoludur. Onun UFC-dəki yolu sanki bir edamlar silsiləsidir. Arda-arda 7 nokaut. Mexikoda Jose Medina'ya qarşı döyüşə çıxanda bütün zal onun məğlubiyyətini istəyirdi. Medina zərbələri qəbul etdikcə gülürdü, amma Gautier qəzəblənmirdi. Həmin an sanki beynimdə açar çevrilir. Mən yırtıcıyam, o isə mənim şikarımdır. Bir diz zərbəsi, bir dəqiq hesablama və sakitçilik. O gecə Mexiko Ateba Gautier adını bir dəfəlik yadda saxladı. Bugün isə o Kamerunun ümididir. Tarixdə 4-cü. Amma onun üçün çempionluq titulu sadəcə belinə bağladığı kəmər deyil. Bu anası üçün artıq aldığı o evdir. Bu doğma kəndinin gələcəyidir. O, ailənin yoxsulluğunu məhv edən səssiz qatildir. Ateba Gautier. Bu adı yadda saxlayın. Çünki fırtına hələ yeni başlayır.